Seyid Əzim Şirvaninin Göşqıl əsəri ilə tanış olaq. Deməli, Göşqılın ədəbi növü lirikdir, janrı müxəmməsdir, vəzni əruzdur, sonra bəhri rəməldir, şeir vahidi, bənddir. İndi baxırıq misra-misra. Göşqıl, ey ki bilirsən özünü Vaqif Kar. Göşqıl qulaq as deməkdir. Vaqif Karda işləri bilən deməkdir. Yəni deyir ki, özünü işin biləni sanan insan. Qulaq as. Agah ol, gör ki nədir nalə-i nəğmə-i tar. Siz bilirsiniz ki, ərəb-fars izafətlərində biz onu tərcümə edəndə ikinci sözü birinci, birinci sözü ikinci şəkildə tərcümə edirik. Nalə-i neyin naləsi deməkdir. Nəğmə-i tar da tarın nəğməsi deməkdir. Yəni burada tar və neyin adı çəkilir musiqi alətlərindən. Deyir ki, neyin naləsi, tarın nəğməsini gör, agah ol. Nədir o xüşk olan çubdə bu nalə-i zar? Xüşk quru deməkdir. Nalə-i zar da xəstə naləsi deməkdir. Deyir ki, o quru çubuqda, yəni neyi nəzərdə tutur bu zaman? O quru çubuqda bu xəstənin ahı, fəğanı, naləsi nədir? Ki, sədasından onun qarət olub səbri qərar. Ki, onun səsindən səbir qərarımız, səbrimiz yoxa çıxır. Açma sən pərdəni, hər pərdədə var 100 əsrar. Sən pərdəni açma, hər pərdədə əsrar nə deməkdir? Sir deməkdir. Hər pərdədə 100 sir var. Qoymaz ol tarı müğənni niyə ağuşundan? Müğənni niyə tarı ağuşundan, yəni qucağından yerə qoymaz? Düşməz o xanə bərəndazların duşundan. Xanə bərəndazlar burada ev yıxan deməkdir. Amma bu müsbət anlamda işlənir. Yəni musiqi bunların ruhuna o qədər təsir edir ki, musiqini ifa edəni ev yıxan adlandırır. Yəni bunların ruhundakı müəyyən bir məqamları yıxır da. O anlamda deyir ki, ev yıxan. Huş ilə düşməz ol xanə bərəndazların duşuna, yəni o ev yıxanların necə deyim, o ev yıxanların çiynindən yerə düşməz. Huş ilə güş edə hər kimsə gedər huşindən. Deməli, baxırıq ki, burada biz bilirik ki, güş nə deməkdir? Qulaq deməkdir. Yəni, hər kimsə qulaq assa, ağlı gedər. Yəni, huşu gedər. Pəmbiyə qəfləti çək, sən dəxi can göşündən. Pəmbi qəflət nədir? Qəflət pambığıdır. Yəni, deyir ki, sən qəflət pambığını can qulağından, yəni can qulağından, yəni can tərəfindən çıxar ki, ta ki əsrar-ı nihanə olasan bərxurda. Yəni əsrar-ı nihan nə deməkdir? Əsrar-ı nihan. Gizli sir. Gizli sirlər. Yəni sən qulağından, can qulağından qəflət pambığından çıxar ki, gizli sirlərdən agah olasan, xəbərdar olasan. Baxırıq ki, 3-cü bənddə İsa Peyğəmbərin adı çəkilir. İsa Peyğəmbərin adı başqa əsərlərdə də çəkilir. Tut bərabər dəmi İsa'ya müğənni dəmini. Deməli, burada baxırıq ki, dəmi İsa nə deməkdir? İsa'nın nəfəsi. Yəni deyir ki, müğənninin səsini İsa'nın nəfəsinə bərabər tut. Bu da İsa ilə bağlı olan bir rəvayəti xatırlayır. Yəni İsa'nın nəfəsi xəstələrə çarə imiş, ölüləri dirildirmiş. O anlamda deyir ki, müğənninin səsini İsa'nın nəfəsinə bərabər tutur.
Qılıb eyha özüvi seyr ilə ruh aləmini. Burada deyir ki, özünü qaldır, canlandır və ruh aləmini seyr elə. Ziri qəm olma, eşit nəğmi zülü bəmini. Burada da ziri qəm olmaq, yəni qüssələnmək, kədərləmək anlamındadır. Nəğmi zili bəmini, yəni deyir ki, qəmin əsiri olma. Nəğmənin zilini, yəni ən yuxarı hissəsini, ən yuxarı notunu, yuxarı hissəsini və bəmini, yəni ən aşağı hissəsini eşit. Çəkmə aqilsən əgər dəhri müxalif qəmini. Dəhri müxalifdə nə deməkdir? Dəhri müxalif. O dünya deməkdir. O dünya. Deyir ki, əgər müdriksənsə, aqilsənsə, o bir dünyanın qəmini çəkmə. Şuura gəl, nəğmə ilə çək, qəmi dünyaya həsar. Qəmi dünya, bayaq dediyimiz kimi ərəb farsi safəti, dünya qəmi deməkdir. Yəni deyir ki, dünyanın qəminə hasar çək. Musiqi məclisinin əhli gərək, əhli bəsər. Əhli bəsər nə deməkdir? Əhli bəsər. Yəni bir şeyi anlayan insanlar, başa düşən insanlar. Deyir ki, musiqi məclisində oturanlar, eşidənlər, musiqi məclisinin əhli gərək, əhli bəsər. Musiqi məclisində oturanlar gərək onu anlayanlar olsun. Ta görə pərdiyə əsrarda yüz nəqşi süvər. Yəni pərdi əsrar nə deməkdir? Sirlər pərdəsi deməkdir. Yəni demək istəyir ki, gizli pərdədə 100 naxış və sirri görsün. Kim ki zövq əhli deyil, anı hesab eylə həcər. Həcər daş deməkdir. Yəni demək istəyir ki, burada da kim ki zövq əhli deyilsə, onu daş hesab elə. Ləhni Davud Peyğəmbərlə çəkilir, eləməz növ cəmadətə əsər. Yəni Davudun hər kəsə təsir edən səsi zövq əhli olmayanlara təsir eləmir. Yəni daşa təsir eləmir. Məni ərbab edər, güş sıxan ey huşyar. Yəni mənaya vaqif olan söz dinləyir. Məni ərbab edər, güş sıxan ey huşyar. Yəni mənaya vaqif olan söz dinlər. Sonra baxırıq. Zahidə Tanrıya bax, məclis irfandır bu. Məclis irfan nə deməli? Yəni hər şeyi bilən, anlayan, dərk edən, Zahidə müraciət edir. Zahidə Tanrıya bax. Bura aqillər məclisidir. Yəni hər şeyi dərk edənlər məclisidir. Tar əsbab mənahi demə, böhtandır bu. Deməli, əsbab mənah qadağan edilmiş alətdir. Deyir ki, tarı qadağan edilmiş alət hesab eləməm. Biz tarla bağlı Oxu Tar şeirində Qızılgül olmayədi əsərində müşahidə edirik. Deyir, tarı qadağan olmuş alət hesab eləmə. Meyi gör, saqiyə bax, Kövsər ığılmandır bu. Saqi mey məclisində şərab paylayan xidmətçilər anlamındadır. Kövsərdəki demək cənnətdəki bulağı nəzərdə tutur. Qılmandakı cənnətdə olan mələyi, oğlan nəzərdə tutur. Deyir ki, şərabı gör, meyi paylayanlara bax. Bu cənnətdəki bulaq və onun mələkləridir, yəni xidmət edənləridir. Cümləsi pərtöv rüxsar-ı sübhandır bu. Pərtöv rüxsar-ı sübhan alqışa layiq olan bir üzün işığı, nuru deməkdir. Deyir, bunların hamısı alqışlanmalı üzün işığıdır. Meydə həq nurunu gör, səfinə qıl istiğfar. Deyir, meydə, yəni şərabda haqqın nurunu gör və səhvinin
bağışlanması üçün dilə, arzula, istə, yəni səhvin bağışlanması üçün xahiş elə. İndi şeirin məzmunu ilə bağlı bir neçə məqamata diqqət edək. Seyid Əzim Şirvaninin Göç qız şeiri ictimai mövzudadır. Əsərin birinci bəndindən sonuncu bəndinə qədər nikbin ruhdadır. Deməli, şeirin bəhrinin tələbinə əsasən bu şeir nisbətən yavaş-yavaş, daha təmkinlə deyilir, səbirlə deyilir. Və burada gördüyümüz kimi İsa Peyğəmbərin və Davud Peyğəmbərin adı çəkilir. İsa Peyğəmbərlə bağlı olan əfsanə xatırlanır. Təbii ki, bu şeirdə müəllif, lirik qəhrəman insanları musiqidən zövq almağa çağırır. Bildirir ki, əgər bir insan musiqidən zövq ala bilmirsə, artıq o daşdır. Yəni musiqini başa düşməyənlər daş kimi təsvir olunur. Əgər bir insan musiqinin sirrini, musiqi alətindəki o hikməti, sirri aşkarlaya bilmirsə, deməli o artıq buna qabil deyil. Əsl insan musiqi alətindəki həmin o sirri, hikməti duymalıdır, anlamalıdır. Sonra biz burada bəhrin tələbinə əsasən şeirin nisbətən daha səbirlə deyildiyini görürük ki, buna da səbəb rəməl bəhrində yazılmasıdır. Sonra nə deyə bilərik burada? Tara qarşı deyilən böhtana lirik qəhrəman səssiz qalmır və bildirir ki, Zahidə müraciətlə deyir ki, bu ağıl məclisidir və tarı qadağan olunmuş alət hesab eləmə bu şəkildə. Hətta musiqi məclisində oturanları əhli bəsər adlandırır. Biz buradan deyir ki, əgər bir insan qəmgindirsə, həmin o qəmlə, yəni özü ilə dünya qəminə hasar çəkmək üçün məhz musiqini tövsiyə edir. Əsərdə tarı qadağan olunmuş alət hesab etmə desə də, amma məclisdə oturan din xadimləri tənqid olunmur, yəni satira hədəfi kimi götürülmür. Biz buradan qəminin bir insanın qəmin, kədərin əsiri olmamağın təbliğ edildiyini də görürük və musiqi insan ruhunun qidasıdır. Musiqi insanın daxili aləmə necə təsir edir, onu da müşahidə edirik. Sonra deyir ki, yalançı zahidlərin beynində olan əfsanə sözlərə uymayın, onları eşitməyin. Musiqini duymaq, anlamaq demək bu günah deyil, zahidin bir əfsanəsidir. İnsan musiqidən həzz almalıdır və onun musiqinin səsindəki hikmət də insana təsir etməlidir.